Salam, hörmətli dinləyicilər, hər vaxtınız xeyir. Bugün mən sizə bir məsələ haqda ətraflı məlumat verəcəm. Deməli, bu yaxınlarda hər kəsə bəllidir ki, mən o haqda öz səhifəmdə də qoymuşdum. Pəncəli Teymurovun qardaşı mənə qarşı bir belə nalayiq sözlər işlətdi və mənə bir video atmışdı ki, sən vətən xainisən, satqınsan, nə bilim nəsən, belə. Amma mənim qardaşım, güya ki, onun qardaşı qəhrəman olub, Qarabağı altın üstünə çevirib. Yəni, bəzi o videolarda da artıq hamısında aydın oldu ki, Hikmət Mirzəyev, Zakir Həsənov mənim kəşfiyyat məlumatlarımdan istifadə elədilər, Pəncəli Teymura qəhrəman verdilər. Şəhidimizdir, Allah rəhmət eləsin. Ancaq mən bugün Pəncəli Teymurovun qardaşına bir qəhrəman haqda danışmaq istəyirəm. Ki, sən Pəncəlinin qardaşı. Bu kitabdır, görürsən. Kəlbəcərə tək getmə ata başlığı altında bu bir kitabdır. Bu ikinci kitabdır. Başqa hələ 2 dənə də kitab var. Kəlbəcər haqda, mənim haqqımda, mənimlə gedən insanlar haqqında yazılan kitablar var. Və burada bu qəhrəmana yaxşı bax. Bunun adı, görürsən, altdan yazılır. Abdullayev Natiq Hidayətoğlu. Abdullayev Natiq Hidayətoğlu Füzulinin işğalı devrində qəhrəmancasına orada şəhid oldu və hələ də onun nəticəsi tapılmıyor. Hörmətli dinləyicilər, Azərbaycan xalqının 10 milyonun içində yeganə bir qəhrəman şəhid atası var. O da mənim səfər yoldaşım Hidayət Abdullayevdir. Heç kəs məndən inciməsin. Heç bir şəhidin atası, heç bir şəhidin qardaşı. O adam, o Hidayət Abdullayevdir ki, o mənim Kəlbəcərə getməyimi bilirdi. Bildi. 1998-ci ildə o mənim yanıma gəldi və mənlə xeyli söhbət elədi oğlu haqqında. Ki, mən yuxuda oğlumu Kəlbəcərdə əsirlikdə görmüşəm. Mən oğlumun qisasını almalıyam. Onda onun 98-də 62 yaşı var idi. Haqq qoca kişi idi. Pəncəli Teymurovun qardaşı. Yaxşı qulaq as söhbətimə. Mən bu insanın cəsarətinə, bunun qeyrətinə, bunun təpərinə heyran qaldım. Axı biz türküz. Bizdə qisasçılıq rəmzi var. Qana qan rəmzi var. Biz bunu almalıyıq. Bu sözlərin hamısını bu Hidayət Abdullayev mənə dedi. Mənim oğlum erməni öldürüb, mən qisas almalıyam. Və həmin vaxt o mənə bir sep də verdi, qızıl sep. Dedi, bu oğlumun anası fermada işləyəndə ona nişan üçün almışdı. Anası da rəhmətə gedir. İndi bugün mən onu verirəm sənə, yol haqqı. Sən məni də özünlə apar. Mənim hərbi taktikadan yəni başım çıxmır. Sadəcə olaraq sən məni keçirdi o birüzə, o tərəfdən işin yoxdur. Mən onu keçirdim. O mənimlə keçdi Kəlbəcərə. 1998-ci ildə.
Və biz Kəlbəcərin İstibulaq kəndində, Kəlbəcərlilər o yeri yaxşı tanıyır. Oradan çay kətdilər, İstibulaqdan çay kəndə su çəkmişdilər. Qara şlankla, dərə aşağı, meşənin içinə. Həmin o dərə şahiddir. Hidayət Abdullayev oğlunun qisasını aldı. Bu yeganə şəhid atasıdır. Oğlunun qisasını aldı. Düzdür, o işin üstü sonradan açıldı. Biraz söz-söhbət yarandı, bizi ora-bura çağırdılar. O söhbətlər sizlik deyil. Pəncərlinin qardaşı. Pəncəli Teymurov cavan oğlan, şəxsiyyətli, viddi, figuralı, birdir, ikidir, uşağı var. Allah saxlasın, gözəl, göyçək ailəsi var. Sən də cavan oğlan, 4 metrdə boyun var. Neynədin? Aprel döyüşlərində sənin erməni qardaşın öldürdü. Niyə o vaxtdan bəri qisasını almadın qardaşın? Niyə almadın? Niyə döyüşə getmədin? Gözləyirdin ki, Hikmət Mirzəyev saxta milli qəhrəman versin, pul alası yeyəsən, sonra da məni təhqir eləyəsən. Mənə satqın deyəsən. Bu həmən Hidayət kişidir. Pəncərlinin qardaşı. Acından ölməmək üçün porsuğu yedi. Bax, qoy bir dəqiqə sana göstərəcəm, yaxşı bax. Bax, de görsən, çöl porsuğu. Bax, o da. Əlində xəncərlə oğlunun qisasını almaq üçün çöl porsuğunu yedi, oğlunun qisasını aldı. Böyrdə yenə Kəlbəcərdə şəkili var. Həzəslanovun Kəlbəcərdə dağıdılmış büstü var. Hörmətli dinləyicilər, hörmətli Pəncəli Teymurovun qardaşı. Bu Həzəslanovun heykəlidir. Görürsən? Heykəlin bir böyründə duran mənəm. Heykəlin bir böyründə duran şəhid adası 67 yaşlı Hidayət Abdullayevdir. 1998-ci il Kəlbəcər. Bütün Kəlbəcərlilər o heykəli tanıyır. Çünki bizim o kəndimizdə idi. Həzəslanov bizim üçün ən hörmətli bir general idi. Biz həmişə onunla fəxr edirdik. Hidayət Abdullayev onun dağılmış büstün görəndə güllələnən, onun ürəyi şan-şan oldu. Mənə dedi, qoy burada bir şəkil çəkdirim. Dedim, lazım deyil. Niyə dağılıbdır? Dedi, yox. Mən bu şəkili burada çəkdirək ki, bunu yaymaq lazımdır. Qoy ermənilər görsün ki, Həzəslanovun davamçıları var. Qəhrəman budur. Qəhrəman bu şəhid atasıdır. Amma sən o küçə jurnalistlərinə 5 manat, 3 manat verib Hikmət Mirzəyevə saxta məlumatlar verib cəmaata özünüzü biabır eləyirsiniz. Mənim videolarımı saxtalaşdırırsınız, kəşfiyyat məlumatlarımı saxtalaşdırıb Hikmət Mirzəyev sənin qardaşının adına yazır. Kəşfiyyatın təməlini Azərbaycanda mən qoymuşam, Dilgəm Əskərov. Bu günə qədər 1993-dən bu günə qədər Azərbaycan ordusunun bir dənə zabiti, afseri, polkovniki, generalın ayağı işğal olmuş ərazilərə dəyməyib. Postun qabağında milli qəhrəman. Hikmət Mirzəyevin qohumu milli qəhrəman. Rəhim Cəfərovun qohumu milli qəhrəman. İcra Hakimiyyətinin qardaşı milli qəhrəman. Ayıbdır da, bu biabırçılıqdır. Niyə prezident alladırsınız hamınız? Niyə yer alladı sizi? Zakir Həsənov, 2014-cü ildə məni Kəlbəcərə sən göndərdin. 3 avtomat, Kuluşter, pistolet verdin. Mənim haqqımı niyə pəncərəyə yazdın? Pəncəri Kəlbəcərdə olur.
O ne bir avuç videolardı koydurursunuz oraya. Pencere girdi Stalovo'da çörek yedi. Stolun altına erməninin pul koydu. Yəqin Kəlbəcərdə Zaxarın Stalovosu da. Manaf Ağayev de orada olub. O da oturub orada. O da orada toydaymış da. Bu benim yakınlarımın mezarlarıdır. Görsən? Bunları hamısını mən ziyarət eləmişəm. 98-ci ildə. Kəlbəcərin bütün qəbirstanlıqlarını gəzmişəm. Bütün məlumatları mən toplayıb Müdafiə Nazirinə vermişəm. Şimdi mən Azərbaycanlı olduğuma görə mənə qarşı belə təxribat xarakterli işlər aparılır. Mənim gördüyüm işlər saxtalaşdırır. Bəli, bunları mənim haqqım var deməyə. Çünki cənab prezidentin göstərişi var, ictimai rəy. Bu ictimai rəydir. Bu Müdafiə Nazirliyində olan o paslı hərəkətlərin hamısının açılmasıdır. Bu açılmalıdır. Mən dəfələrlə Zakir Həsənov, sana müraciət eləmişəm. Mənim videolarımı çıxardacaq. Mən vətən uğrunda 7 il Şuşa türməsində yatıb, ömürlük həbs cəzası almışam. Güllələmə. Nətər olur? Mənə Azərbaycanın bir dənə medalı düşmür. Amma sən talışsan, Pəncəli Teymurov talışdı, İkimət Mirzəyev talışdı, bilmirəm nədir, o nə millətidir. Mafiyasız. Sırası gəmini verdik Pəncəlinin adına. Milli qəhrəman, falan medal, falan medal. Hansı əsasa görə vermişsən? Bax, mən vətəndaşam, tələb edirəm, istəyirəm ki, bugün mən bilim, mənim oğlum, nəvəm, qızım, latım, nəticəm, dostum, tanışım bilsin ki, Pəncəli Teymurov nə iş görür? Qardaş, toyda oynayana milli qəhrəman verirlər. Hə? Verirlərsə hamısına da verin. Bir Ağcabədili yolda deyir ki, Allah rəhmət eləsin. Zapisatı ki, mən öləndə mənim 10 minimi kəndimə yol çəkdirir. Ben ona niyə vermədin Zakir Həsənov? İkimət Mirzəyev. Səlahiyyətlərindən istifadə edib prezidentini yalladırsa, cənab prezident sana milli qəhrəman verdi. Hansı ki, sənə Şuşada olmadı. Heç sən o döyüş zonasında görən olmuyor. Hörmətli dinləyicilər, bizim bu məsələmiz davam edəcək. Bu iş get-gedə daha da genişlənəcək. Hər kəs mənim videolarımı paylaşsın. Bugün mən sizə Hidayət Abdullayevlə Kəlbəcərdə olmağım haqda danışdım. Bundan sonraki verilişdə mən ikinci adamla, yəni bu kəşfiyyatçımız var, Rafiq. O olur məndən 1999-cu ildə. Onun haqqında danışacağım. Onun haqqında faktlar burada qoyulacaq. Sonra o biri yoldaşlar haqda qoyulacaq. Yəni bu məsələni mən bütün xalqın nəzərinə çatdırmaq istəyirəm ki, hörmətli Azərbaycan xalqı, mən öz başına işğal olunmuş ərazilərə getməmişəm. Mən dövlət səviyyəsində, Müdafiə Nazirliyi səviyyəsində işğal olunmuş Kəlbəcərə, yəni Ağdərə ərazisinə, yarısı Ağdərə, Tərtər su anbarından belə o ərazilərdə dövlət səviyyəsində göndərmişəm. Məni ora göndərən Belasuvardan Müdafiə Nazirinin kəşfiyyatın rəisi Rəhim Cəfərov olub, Səfər Əbiyev olub. 2014-cü ildə İmenoy Zakir Həsənovun özü məni çağırtdırıb kabinetinə belə avtomat, pistolet, kruştel, partlayıcı maddələr verib məni Kəlbəcərə göndərib və Şahbaz Quluyevi də qoşublar bizə. Şahbaz Quluyevi bizə qoşmamışlar ki, geçsin orada erməni öldürsün və yaxud nə işlə görsün. Şahbaz Quluyev başqa məqsədlə qoşulmuşdu və öz işini də yerinə yetirdi. Axıra qədər də yetirdi.
Çox maraqlı burada bir-iki dənə məsələlər var. Mən indi yavaş-yavaş onları açıram və mən müraciət edirəm Azərbaycan Respublikasının baş prokuroruna. Biz əsirlikdən gələndən sonra Şahbaz Quliyev bir nəfərlə Kəlbəcərə gedib və orada güclü partlayıcı maddələr olub. O partlayıcı maddələri Şahbaz Quliyev götürüb. Birini götürüb, onu gətirib hara verib, onu ora kim göndərib, nəyə görə verib, o partlayıcı maddələr Kəlbəcərdə istifadə olunmalıdır. Ancaq onun qarşısı alındı Şahbaz tərəfindən və sonradan gələn kimi Şahbazı göndərdilər, getdi, onu oğurladı, gətirdi. Ondan qabaq da o yenə orada ayrı partlayıcılar var idi, onları da oğurlayıbdı, non-mon. İndi bunlar araşdırılsın ancaq prokuratura tərəfindən. Görə Şahbaz Quliyevi bura kim vadar eləyib, kim göndərib, həmin partlayıcı maddələr Kəlbəcərdə partlamalı idi. Nəyə görə o iş pozuldu və əsirlikdən qayıdan kimi Şahbazı göndərdilər. Şahbaz getdi o partlayıcını oğurladı, gətirdi. Kimə verdi? Çünki o partlayıcılar mənə verilmişdi ki, orada partlayış olmalıydı, partladılmalıydı. İndi həmin o senarini, o işləri əsas tutub, Hikmət Mirzəyev belə bir kampaniya uydururlar ki, Pəncəli Teymurov getdi Kəlbəcərdə erməninin Kamazını partlatdı, 20 nəfər öldü. Bu belə deyil. Və mən o jurnalistlərə, Hikmət Mirzəyevin spesial jurnalistləri var, bu saxta məlumatları, özünü tərifləməkləri, bunların hamısını Hikmət Mirzəyev təşkil edir. Mən məsləhət görürəm ki, bu saxta danışıqları, xalqı allatmağı, prezidenti allatmağı, özünə tərif qurdurmaqları yığışdır. Sən Şuşa Fatihi deyilsən. Bəs 3000 əskər niyə harda öldü? Onlar nə iş görürdü orada? Ölən polkovniklər nə idi? Ölən mayorlar nə idi? Niyə onların birinin adını çəkdi bilsən, ancaq özünü? Sən Şuşada olmusan? Şuşuya girmisən? Sən Hadrutda olmusan? Cənab Hikmət Mirzəyev, sən Beyləqanda olmusan? İntihası təşkil eləyirsiniz, Zakir Həsənovun qurmasıdır. Ancaq cənab prezidenti allatmağı. Və mən yenə müraciət edirəm. Hörmətli baş prokuror, hörmətli Milli Təhlükəsizlik naziri, hörmətli Daxili İşlər naziri, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev sizə inanır. Ölkənin 50% yox, 100% ölkə sizin nəzarətinizdədir. Haqsızlıq, ədalətsizlik, hamısına siz nəzarət edirsiniz. Sizdən başqa nəzarət edən yoxdur. Mən Azərbaycanlıyam. Mən 7 il, yarım, 6 il, 8 ay Şuşa türməsində ömürlük həbs cəzasında yatmışam. Məni işğal olunmuş ərazilərə göndərən Azərbaycan Respublikasının Müdafiə Naziri Səfər Əbiyev, General Rəhim Cəfərov, 2014-cü ildə isə İmenoy, Zakir Həsənov, kəşfiyyatın rəisi İlqar Milqar bunlar olub. Ancaq bugün mənim haqqımı saxtalaşdırırlar. Yəni bunu tarixdən silsələr, bu mənə yer eləmir. Mənim çəkdiyim kəşfiyyat məlumatlarını Hikmət Mirzəyevlə Zakir Həsənov, Pəncəli Teymurova, indi hazırlayırlar Raqif Orucova, onda hazırlayırlar o bir Kəlbəcəri var, ona bu yaxında mazəng eləyiblər ki, sənin videolarından istifadə eləyək, yolu deyib belə. Bu cür saxta filmlər çəkirlər, bu cür saxta qəhrəmanlar verirlər. Və mən xahiş edirəm, bu adı çəkdiyim hüquq mühafizə orqanlarına, Müdafiə Nazirliyindən mənim verdiyim kəşfiyyat məlumatları dövlət nəzarətinə götürülsün. Əgər bu götürülməsə, Zakir Həsənovla Hikmət Mirzəyev Müdafiə Nazirinin büdcəsində olan pulun hamısını Beyləqanlıya, nə bilim Belasuvarlılara, Talışlara, Lənkəranlılara, Zakir Həsənovun qohumlarına, dostlarına, hamısına milli qəhrəman verə o büdcənin pulu qutaracaq. Zakir Həsənov məni kəşfiyyata göndərib Aydın Kazımovaya medal verir. Artist Aydın Kazımovaya medal verir. Hamısı TikTok'dadır. Bu hamısı utandırıcı bir haldır.
Görün Azərbaycan ordusunun şərəfi, ləyaqəti, döyüşçünün adı, sanı, qeyrəti, təpəri hamısı o medaldır. O medaldır ki, o vətən uğrunda baxan insanlar deyir ki, bu əskər döyüşü medal alır. Medalı artistə verirlər. Zakir Həsənov medalı, o başqa bir qız var, bir dənə də qızı var, arvad alıb, ona verir. İcra hakimiyyətlərinin qardaşlarına yazır verir. Ona görə xahiş edirəm, mənim videolarım araşdırılsın. Əgər mən cinayətkaramsa, yalan danışıramsa, cənab prokuror, cənab nazir, məni həbs eləyin, səsimi kəsin. Yox, cinayətkar deyiləmsə, bir anlığa özünüzü qoyun mənim yerimə. Mən buradan nazirlərə deyirəm, güc nazirlərinə. Siz nazir deyilsiniz, bir anlığa olun Dilqəm Əsgərov. Sizi göndərirlər, aylarla Kəlbəcərdə mən ac qalmışam. Ölmüş eşeğin budunun içini yarıb, üzü ilənib, onun ətini çıxardıb, yeyib, kəşfiyyat məlumatları toplamışam. Bütün erməninin hərbisi, hamısını çəkib vermişəm Müdafiə Nazirinə. Mənim haqqım niyə görə gizlənilməlidir? Niyə? Hələ mənim videolarımla Pəncəliyənin qardaşına qəhrəman verirlər. Onu da örgədirlər, mənə satqın, mənə deyir, nəyin çatırsa, nə bilim, falan yerə gəl, belə gəl. Hələ burada da mənə tələ qururlar. Hələlik bu qədər. Videolar davam edəcək. Bu cənab prezidentin ictimai rəy dediyi o gözəl sözü əsas tutaraq mən bu sözləri deyirəm. Burada cənab prezident alladılır və bu məsələyə aydınlıq gətirilməlidir. Sağ olun.